ay bala, ay bala. Dedin adam boynu bir çıvatıma baş verdim. Baş vereceğim oğlum boynu bir çıvatıma baş. İşte bana boynu. Dekabrın 7-sində Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir ailənin üzvləri də daxil olmaqla ümumilikdə 5 nəfər həyatını itirib. Rayon sakini 22 yaşlı Vasif Həsənlinin idarə etdiyi Lexus markalı avtomobil idarəetməni itirib və su kanalına düşüb. Qəza nəticəsində sürücü 22 yaşlı Vasif Həsənli, qardaşı 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əli qardaş Rəsulzadə hadisə yerində həlak olublar. İzləyicilər, Biləsuvarın Zəhmətabad kəndində ağır yol nəqliyyat nəticəsində 5 gəncin həyatına son qoyuldu. 5 gəncdən ikisi Vasif Rusif qardaş, İldırım isə əmioğlu və biri də dostu Məhəmməd. Biri də Bəydildən Əli, Adəm kişinin oğlu, Allah ruhlarını şad eləsin. Biz də özümüzə borc bildik ki, bu gənclərin 2 oğlunu qəzada itirən atanın fəryadı ürəkləri dağlayıb. Ay bala. Ay bala. Ay bala gözümün yocanız gördü. Olay kənddə böyük sarsıntı yaradıb. Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıkları faciəni belə təsvir edib. Ölənlərdən ikisi qardaşım balalarıdır, digəri də qonşumdur. Ağır dərddir, ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi. 35 yaşı vardı. Deyirlər maşını saatda 150 km sürətlə idarə ediblər. İdarə etməni itirib və nəticə bu olub. Həlak olanlardan biri 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib. Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun 2 oğlu və mənim oğlum 3-ü də dost idilər. 5 gəncdən 4-ü eyni qəbirstanlıqda dəfn olunub. Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasımxan Kişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Oxu-Azın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Elşən Müzəffərovun sərbəst ifadəsi dinlənilib. O, qonşusunu necə qətlə yetirməsini məhkəməyə bildirib. Gülnar mənə səxavətin əməlini deyəndə onu cəzalandırmağı beynimə qoymuşdum. Bu barədə Qasıma danışanda o dedi ki, bunun cəzası ölümdür. Mən öldürəcəm, sən üstünə götürərsən. Planı Qasım qurdu. Səxavətin işdən qayıtmaq vaxtına kimi bələdləmişdik. Qasım küçədə, mən həyətdə gözləməyə başladıq. Səxavət görünən kimi Qasım onu tutub itələyərək həyətə saldı və boğmağa başladı. Səxavətin nəfəsi kəsilmişdi, artıq ölmüşdü. Köməkləşib onu bastırdıq. Gülnar bu prosesdə iştirak etməsə də, onu öldürmək istəməyimizi bilirdi. Növbəti iclas yanvarın 13-ünə təyin edilib. Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Sanqaçal qəsəbəsində baş verib. Qəsəbə sakini 1986-cı il təvəllüdlü Səxavət İsmailov, qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və həyat yoldaşı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıkları evin həyətində boğularaq öldürülüb, meyidi isə həyətində bastırılıb. Qətli törətməkdə şübhəli bilinən sözü gedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər, Qasım Xan Kişiyev də müəyyən olunaraq saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə maddəsi ilə ittiham elan edilib.